Hər vaxtınız xeyir olsun. Biz abdominoplastika əməliyyatı haqqında əvvəlki videolarımızda danışmışıq, düzdür. Amma bəzi əlavələrimizi istəyərdim eləyəm, yeni məlumatlar paylaşaq. Abdominoplastika əməliyyatı istər subay xanımlara, istərsə hamiləlik doğuş keçirtmiş xanımlara, istərsə də bədən deməli mədə kiçiltmə əməliyyatı sonrası qarında ciddi arıqlaması getmiş xanım pasiyentlərə və kişilər üçün də icra edilən bir əməliyyatlardan sayılır. Burada əsas məsələlərdən biri qarnın önündə olan, ön hissəsində olan fartukun götürülməsi və boşalmış qarnın düz əzələsinin, yəni diastaz əzələsinin bərkidilməsindən gedir söhbət. Və bu bir çox hallarda sual yaradır. Çox verirlər bizə ki, bəs bu əməliyyat sonrası hamilə ola bilərmi xanım və yaxud da ki, bunu hamiləlik doğuş keçirtmədən olarmı eləmək? Bəli, olar. Ona görə ki, qarnın ön divarı əzələvi orqandır. Əzələvi orqanda kifayət qədər genişlənə bilir, kifayət qədər dartılma xüsusiyyətinə malik olduğuna görə, bəli, mümkündür. Abdominoplastika əməliyyatı sonrası hamiləlik və doğuş da tam-tamına mümkün olur. Bu yönündəki fikirlər yanlış fikirlər sayıla bilər. Lakin bir nüans var ki, əgər xanım təkrarı hamiləlik doğuş keçirəcəksə, onda məsləhət tövsiyədir ki, bir dəfəlik keçirib, ondan sonra bu əməliyyatı icra etmiş olsun. O ki, qaldı əməliyyat sonraki əməl olunacaq nüanslara bundan ibarət ki, ağır şeylərin qaldırılması olmaz. Yəni, bir müddətlik ciddi idman hərəkətləri, ciddi trinajör və s. tipli hərəkətlər olmaz. Ağır daşımalar, ağır götürmələr olmaz. Və ümumiyyətcə, əməliyyatdan sonraki etapda hər bir pasiyent o demək deyil ki, əməliyyat olundum, bitdi. Əməliyyatdan sonra öz çəkisinə nəzarət eləməlidir, öz qidasına nəzarət eləməlidir və bədən vücud olaraq nəzarətdə saxlamalıyıq ki, bədənimiz pozulmasın, qazanılmış olan fiqura pozulmasın və davamlı şəkildə illər boyu qala bilsin. Bu, hər bir pasiyentin üzərinə düşən məsələlərdən birisidir. Əməliyyatdan sonraki yara baxımı çox önəmlidir, korset geyinməsi çox önəmlidir. Eləcə də dediyimiz kimi ağırlıqlara salınmaması, bir müddət idman hərəkətlərindən uzaq olunması, ani hərəkətlər, qalxma, enmə və s. bu tipli hərəkətlərin edilməsi deməli məhdudiyyətli olunmalıdır. Və bu dediklərimizin əməl olunması şərti ilə təbii ki, gözəl nəticəyə biz də, siz də bərabər nail olmuş oluruq.